Hacıbalı Abtalov bu Bakı şəhər İcra Hakimiyyətinin başçısıydı. Ramiz Mehdiyevin yanından gəldi. Biz bilirdik də, indi mən orada işləyirəm. Bilirəm ki, o kimin yanına gedib, nəyə gedib. Ramiz Mehdiyevin yanından gəldi ki, bugündən burada İcra Hakimiyyətində heç kim namaz qılmasın. Deyir ki, Ramiz Mehdiyev deyir ki, əzan səsi insanları narahat eləyir. Məscidlərə deyirsiniz ki, əzan verilməsin. Bəli, məscidlərin də həmin vaxtı bir müddət əzanın səsini almağa nail oldular. Çünki icra başçılarına da... Necə ola bilər? Azərbaycan prezidenti, birinci vitse-prezident məscidləri təmir elətdirir, bərpa elətdirir, açılışlarına gedir. Siz təsəvvür eləyin. Azərbaycan prezidenti məscid tikdirir. Heydər məscidində, Allah canını sağ eləsin, Hacı Sabir bütün təriqətləri yığıdı ora. Azərbaycanda, yəni o Heydər məscidində Şiəsi də, Vəhabisi də, Sünnisi də, bütün təriqətlər gəlib orada namaz qıldı. Bu böyük uğurdur Azərbaycan cəmiyyəti üçün, Azərbaycan dindarları üçün. Yəni çox böyük uğurdur. Yəni Azərbaycana xaricdən ideologiya, din ixrac eləmək istəyənlərə böyük bir dərs idi, göstərdi. Və burada Ramiz Mehdiyev deyir ki, əzan səsi insanları narahat edir. Əzan səsi kimi narahat eləyə bilər? Şeytanı. Yalnız şeytanı narahat eləyirdi. Çünki o şeytandır ki, belə şeylərə bəli, çünki o qoyur, belə dövlət çevrilişlərinə cəhd edir. Qeyri-müsəlmanı, şeytanı, qeyri-milləti, çünki onun milli ruhlu, milli adət-ənənəli, biraz milli ailəsi, evi olan, bağlı olan, öz dövlətinə, millətinə bağlı, qeyrətli insanları, qeyrətli adamları görən gözü yox idi və onda bu təbii patoloji hiss idi, o fərdi deyildi. Yəni bu seçmirdi. Bu sadəcə olaraq o özü bilirdi. Ki bu milli qüvvələr sıradan çıxmalıdır. Yəni söhbət yenə deyirəm, burada mən 5-ci kolon deyəndə heç qətiyyən istəmirəm. Təkcə Ramiz Mehdiyevi şişirdim və bu günləri həmin 5-ci kolon nümayəndələri hələ də Azərbaycan siyasi hakimiyyətində, qanunverici hakimiyyətində, Azərbaycan hökumətində, Azərbaycanın çox güman ki, hərbisində də biraz, müxalifətində, Azərbaycanın QHT sektorunda, jurnalistikasında kim qaldı? Cəmiyyətin hər yerində var. Hər yerə nüfuz eləyiblər. Bəli, çünki o uzun müddət onlar Azərbaycana oturuşublar və dediyim kimi bu ona görə belə Rusiyanın 5-ci kolonu Azərbaycanda güclü olub ki, bunun nəticəsini indi biz daha çox görürük və bilirik. Bu Düşənbə sammiti elə belə deyildi. Mən yəni o vurğunu vurdum. Bu dönüş nöqtəsi idi. Bu Rusiyanın qırılma nöqtəsi idi. Və bu gün Qafqazda Türkiyə var. Bu gün Orta Asiya, Türk dövlətləri gəlib Qafqazda, Qəbələdə sammit keçirdirlər və Rusiyasız. Və bunu Rus özünə bağışlaya bilmir.